Belə bir maraqlı sınaq sualının həllinə baxaq. 3n üstəgəl 2 və 2n üstəgəl 7 ifadələrinin qiymətləri ardıcıl natural ədədlər olarsa, n-in ala biləcəyi qiymətlərin cəmini tapın. Ardıcıl natural ədədlər fərqlərinin modulu 1-ə bərabər olan ədədlərdir. Yəni A ilə B ardıcıl natural ədədlərdirsə, A ilə B-nin fərqinin modulu demək 1-ə bərabərdir. O zaman biz burada 3n üstəgəl 2-ni bir A kimi, 2n üstəgəl 7-ni bir B kimi düşünə bilərik. Onda nə yaza bilərik? 3n üstəgəlinsin 2 çıxılsın 2n üstəgəl 7-nin modulu bərabər olacaq 1-ə. Yəni, modul içərisində 3n üstəgəl 2 çıxılsın 2n çıxılsın 7 bərabər 1-ə. Yəni, modulda n çıxılsın 5 bərabər olacaq 1-ə. Buradan n çıxılsın 5 ya 1-ə bərabər olacaq, ya da mənfi 1-ə bərabər olacaq. 1-ə bərabər olanda n 6-ya bərabər olur, mənfi 1 olanda n-imiz 4-ə bərabər olur. Onda n-in ala biləcəyi qiymətlər 6 üstəgəl 4, yəni 10 olur. Doğru cavabımız 10-dur.